Bu üzü yəqin ki, internetdə görmüsünüz. O, məhkəmə zalında kameralara gülümsəyən və özündən razı və soyuqqanlı davranan bu gənc qız. Amma bu gülümsəmənin arxasında gizlənən həqiqət internet memlərindən çox daha qaranlıq və dəhşətlidir. Bu sadəcə bir yeniyetmənin hekayəsi deyil. Bu ailə faciəsi, psixi sağlamlığın çöküşü və ana qətlinin hekayəsidir. Bu gün cinayət arxivində Isabella Guzmanın viral olan gülümsəməsinin arxasındakı acı həqiqəti araşdıracağıq. Salam, mən Rauf Cəfərov. Əgər siz də kriminal hadisələri sevirsinizsə, kanala abunə olmağı, videonu bəyənməyi və bildirişləri açmağı unutmayın. Yorumlarda dəyərli fikirlərinizi bildirməyi də unutmayın. Hər birinizin fikri mənim üçün olduqca dəyərlidir. Əgər istədiyiniz xüsusi bir seri katil varsa, onun haqqında da aşağıda yorumlarda bildirə bilərsiniz.